Əvvəlcə ənənəvi tenis kortu kompleksində aparılan əsaslı təmir və yenidən qurma işlərindən sonra yaradılan Bolvert Sports Klub İdman Klubunun açılışı oldu. Bildirildi ki, yeni idman klubu Dənizkənarı Milli Parkda sağlam həyat tərzinin təşviqi, idman infrastrukturunun genişləndirilməsi və istirahət imkanlarının artırılması istiqamətində görülən işlər çərçivəsində qurulub. Burada müasir avadanlıqlarla təchiz olunan funksional fitness zalı, həmçinin dinamik idman imkanları yaradılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin direktoru Arzu Əliyeva Bakı bulvarında mövsümi güllərin əkilməsi aksiyasında da iştirak etdilər. Bakı bulvarının yaşıllıq sahələrinin zənginləşdirilməsi, ərazidə təbii gözəlliklərin və estetik görünüşün artırılması məqsədi ilə təşkil olunan aksiyada xüsusi landşaft kompozisiyalarına uyğun olaraq müxtəlif növ minlərlə mövsümi gül əkildi. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiyada ekoloji təşəbbüslərdə fəal iştirakın təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və Dənizkənarı Milli Parkın yaşıl məkan kimi qorunması, onun inkişafına ictimai dəstəyin artırılması baxımından əhəmiyyət daşıyır. Daha sonra Leyla Əliyeva və Arzu Əliyevaya Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su hövzəsinin təmizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində innovativ Waste Shark üzən su təmizləmə qurğusu təqdim edildi. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, Idea İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Təqdimat zamanı qurğunun texniki imkanları nümayiş etdirildi. Bildirildi ki, qurğu son illər Xəzər dənizində su səviyyəsinin enməsi fonunda sahilyanı ərazilərdə, dayaz sularda və qapalı akvatoriyalarda üzən tullantıların, biokütlələrin və müxtəlif çirkləndiricilərin çevik şəkildə toplanmasına imkan verən qabaqcıl texnoloji həllərlə təchiz olunub. Uzaqdan idarə olunan xüsusi sensorlar və kameralarla təchiz edilən və çevik hərəkət imkanlarına malik olan bu qurğu su səthindəki tullantıları, üzvü qalıqları və çirkləndirici maddələri toplayır. Xüsusilə əlçatanlığı məhdud olan sahələrdə səmərəli fəaliyyət göstərən Waste Shark ekoloji monitorinq və təmizlik tədbirlərinin imkanlarını genişləndirməyə hesablanıb. Qurğunun ilkin mərhələdə lokal təmizləmə işlərində tətbiqi nəzərdə tutulur. Bakı bulvarı ərazisində ziyarətçilərə fərqli istirahət və gəzinti imkanı təqdim edən yeni layihə olan elektrik mühərrikli faytonların təqdimatı da diqqət çəkdi. Bakı şəhərinin fayton ənənələrindən ilhamlanan bu tarixi görünüşlü müasir nəqliyyat vasitələri bulvar ərazisində xüsusi marşrut üzrə ekoloji təmiz, səssiz və komfortlu gəzinti imkanları təqdim edir. Leyla Əliyeva və Arzu Əliyeva elektrik mühərrikli faytonlarla bulvar boyunca gəzinti etdilər. Leyla Əliyeva və Arzu Əliyeva Bakı bulvarında keçirilən Candy Fest yay festivalını da ziyarət etdilər. Festival çərçivəsində təşkil olunan yarmarka ərazisi və müxtəlif köşklərə baş çəkdilər. Təamların dadına baxaraq şəhər sakinləri ilə səmimi söhbət etdilər və şəkillər çəkdirdilər. Həmçinin Leyla Əliyeva və Arzu Əliyeva açıq səma altında keçirilən sehirli mirvari su sirki şousunu da izlədilər. Nağıl qəhrəmanlarının iştirakı ilə işıq, musiqi, akrobatik elementlərin yer aldığı tamaşa nümayiş olundu.